Bizim bağlantımız olacaq, Bəli. Gülnarla bağlanacağıq. Deməli, bizim əməkdaşımız Gülnar bizə ətraflı məlumat verəcək. Sabah xeyir Gülnar, biz səni eşitirik. Salam, sabahınız xeyir olsun, dəyərli telesəhər izləyiciləri və studiyadan bizi salamlayan aparıcılarımız. Mən də sizləri salamlayıram, sabahınız xeyirli, uğurlu olsun. Bəli, hal-hazırda biz Bakı bulvarındayıq. Bildiyiniz kimi Bakı bulvarı Bakı sakinlərinin ən doğma, sevimli məkanlarından biridir. Eləcə də şəhərimizə gələn qonaqların ilk üst tutduğu məkanlardan biridir. Bakı bulvarında Xalça muzeyi, müxtəlif ticarət obyektləri, uşaqlar üçün əyləncə mərkəzləri var və bununla yanaşı Bakı bulvarı öz yaşıllığı, təmizliyi, səliqə, səhmanı ilə də seçilir. Biz isə bilmək istərdik ki, görəsən Bakı bulvarına ildə neçə dəfə qulluq işləri aparılır, ağacların əkilməsi prosesi nə vaxt aparılır? Bu haqda bizə daha ətraflı məlumatı Yaşıllaşdırma şöbəsinin əməkdaşı Vüsal Niftəliyev məlumat verəcək. Vüsal müəllim, xoş gördük, sabahınız xeyirli, uğurlu olsun. Bakı bulvarında, belə deyərdik də, abadlaşdırma işləri, ağac əkinləri nə zaman aparılır, qulluq prosesi necə olur? Zəhmət olmasa bizə məlumat verərdiniz. İlk öncə onu vurgulayım ki, gördüyünüz bütün bu mövsümi güllər dənizkənarı bulvar idarəsində xüsusi istixanalarında yetişdirilir. Hər mövsümə görə biz uyğun gülləri yetişdiririk. Əkimdən əvvəl gül yeri tam hazırlanır. Ehtiyac yaranırsa üzvü gübrələrdən istifadə edirik. Tam hazırlanan sonra istixanalardan əraziyə güllər göndərilir. Verilən dizayn əsasən rənginə, növünə görə güllər çeşidlənərək əraziyə əkilir. İl boyu bütün yaşıllaşdırma bütün yaşıllığa qulluq olunur. Hər bir mövsümi gülündə qulluq qaydası fərqlidir növünə görə. Gördüyünüz bütün bu güllər Tagesdir, Begoniyadır, Salviyadır. Bunlar hamısı yay-payız güllərdir. Bir müddət sonra biz artıq qış güllərinin əkin prosesini həyata keçirəcəyik. Orada aiddir viola, salviya və sair güllər. Təşəkkürlər Vüsal müəllim ətraflı məlumat üçün. Bəli, əminəm ki, qış gülləri əkildikdən sonra da bulvarımız daha da gözəl görünəcək. Əsası odur ki, özümüz şəhərimizi qoruyaq, səliqə səhmanına fikir verək. Bu qədər Bakı bulvarından bugünlük çatdıracaqlarım bunlar idi. Söz ötürəm studiyaya, aparıcılarımıza. Hələlik. Çox sağ ol Gülnar, ətraflı məlumata görə təşəkkür edirik.